Türkiyədə LGBTQ+ aktivistləri evlərinə edilən polis basqınları ilə həbs edilirlər. Martın 19-dan başlayan kütləvi etirazların ilkin səbəbi Əkrəm İmamoğlu'nun həbsinə qarşı çıxmaq olsa da, daha sonra etirazlar cəmiyyətin çoxsaylı təbəqələrinə yayılıb. Sivil azadlıqların genişlənməsini istəyən qruplar, eləcə də LGBTQ+ fəalları bu etirazlarda birləşiblər. 28 mart günü səhər saatlarında baş tutan polis basqınları ilə 22 LGBTQ+ aktivistinin həbs edildiyi bildirilir. Fəallar polislər tərəfindən pis rəftara məruz qaldıqlarını, diskriminasiya, natəmiz şəraitdə saxlanılma, məcburi sənəd imzalatmağa cəhdlərlə üzləşdiklərini bildirdilər. Amerika Birləşmiş Ştatlarının Los Angeles şəhərində trans qadın məcburi seks ticarətinin qurbanı ola biləcəyini ehtimal etdiyindən polisə zəng edib. Trans qadının olduğu otelə gələn polislər isə qadının özünü güllələyiblər. Ekvadorlu miqrant olan 30 yaşlı Linda Becerra Moran 3 həftə xəstəxanada həyat mübarizəsi verdikdən sonra vəfat edib. Trump administrasiyasının transgenderlərin əskərlik xidmətində yer almasına qoyduğu qadağa federal hakim tərəfindən ləğv edilib. Federal məhkəmənin qərarı ilə transgenderlərin Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinə qatılmaması, hazırda orduda xidmət edənləri isə kənarlaşdırılması yönündəki əmrin həyata keçirilməsi ölkə miqyasında dərhal dayandırılıb.